İndiki dövrdə biz elə valideynlərə rast gəlirik ki, həqiqətən onların ancaq adları valideyndir. Valideyni bəziləri aparıb qocalar evinə qoyur və yaxud da ki, heç ona yardım diqqət göstərmir. Onu gözləmədən, o səndən nəyisə istəmədən sən valideynin ehtiyaclarını təmin eləməlisən. Allahdan sonra mövcudluğumuzun əsas səbəbkarı valideynlərimizdir. Valideynin qulluğunda durmağın özü də bir ibadətdir. Öz həyatını bizə verən bir ana üçün, öz həyatını bizə verən ata üçün niyə yeri gələrsə biz öz həyatımızdan imtina eləməyək ki? Doğrudur. Gündə insan 5 dəfə Allaha ən azından ibadət edib namaz qılırsa, bir 5 dəfə olmasa 3 dəfə də öz valideynini yadına salmalıdır. Necə olduqda biz əsl ata, əsl ana adını qazanırıq? İmam proqramının növbəti buraxılışı 6 avqust saat 19:30-da APA TV-nin efirində.